Qiyamət günündə Allah müraciət edir, mehriban ata-ana kimi. Ay mənim bəndələrim, sizin üçün bugün artıq nə qorxu var, nə üzüntü var, nə kədər var. Bu hələ cənnət deyil, cənnətin qapısıdır. Hələ cənnətə daxil olmayıb. Görün sevincin əlamətini üzünüzdə müşahidə edirəm ya yox. Daxil olun cənnətə, siz və zövcələriniz özdə sevinclə daxil olun. Orada elə bir yerə gedirsiniz ki, ürəyinizdən nə keçir, hamısı var. Göz baxmaqdan yorulmur. Göz baxır ləzzət alır. Baxmaq özü ləzzətdir. Allahın ayələridir. Görəcəksiniz, baxacaqsınız. Elə baxmaq hələ bəstəli istifadə eləməmişdən qabaq ki, girirsən, baxırsan ki, nurla dolu bir aləmə qədəm qoymusan. Və ən mühüm xəbər dalıca deyir. Siz girdiniz da oradan daxil olan çıxmayacaq. Bu ləzzət nə qədər davam edəcək ilahi? 1 il, 5 il, 100 il, milyon il, milyard il, milyardlar il, 100 milyardlar il. Yəni həmişə sonu yoxdur bunun. Həmişə bu ləzzətlər olacaq. Bu böyük bir uğurdur, böyük bir xoşbəxtlikdir. Bəs elədi sevinmək üçün. Kifayət elədi ki, insan bu xəbəri eşidəndə şad olsun, sevinsin və dünyanın ötəri problemləri onu sıxmasın. Yenə desin pul azdır bundan sonra. Puldan başqa heç nə bilmir. Puldan başqa heç nə haqqda düşünmür.